Salam, xoş gördük hörmətli izləyicilərimiz. Paragraf TV-nin Təhsil Plus verilişinin növbəti qonağı Günel xanımdır. Günel xanım, xoş gəlmisiniz. Xoş gördük siz Zülfiyə xanım. Bizim üçün çox xoşdur sizi burada görmək və bir məsələdən başlayaq da ilk növbədə Günel xanım kimdir? Harda təhsil alıb? Bugünkü mövqeyə çatmaqla bu yol necə keçilib? Bu haqda bir balaca tamaşaçılarımıza məlumat verin, biz sizi dinləyirik. İlk öncə təşəkkür edirəm sizə Zülfiyə xanım və Buyurun. Rəhbərliyə təşəkkür edirəm dəvət üçün. Təbii ki, özümü təqdim edim. Mən Günel Mirzəyeva, ibtidai sinif müəlliməsiyəm. Nə gözəl. Bəli, 9 illik pedaqoji fəaliyyətim olub. Hazırda özəl tədris mərkəzində çalışıram və bununla yanaşı Müəllimlər Tərəqqi platformasının yaradıcısı, təsisçi rəhbəriyəm. Günel xanım, məşğul olduğunuz sahə və ixtisas təhsilimiz üçün, cəmiyyətimiz üçün çox önəm daşıyır. Bilirsiniz ki, biz ilk təhsilimizi məhz ibtidai təhsildə alırıq da. Bəli. Və ona görə bu sahədə çalışan hər bir əməkdaşın, hər bir müəllimin, hər bir təhsil idarəçisinin boyun yükü daha çox olur məncə. Bəli. Və həm də biz fikirləşirik ki, tək biz dərs deməklə kifayətlənmirik ki, cəmiyyətimizə. Axı biz bir müəllim kimi, bir ziyalı kimi cəmiyyətin aparıcı qüvvəsirik. Bunu da nəzərə alsaq, istər-istəməz biz müxtəlif ictimai fəaliyyətlərdə göstəririk. Və bunlar içərisində son dövrlər bilirsiniz ki, respublikamızda sayısız hesabsız demək olar, müxtəlif platformalar, təşkilatlar var ki, və bunlar müəllimlərdən fəaliyyət göstərir. Mən bir təhsil işçisi kimi həmişə demişəm, o sözüm qüvvədədir. Hər kəs ki, təhsilə xidmət göstərir, ona çox böyük hörmət və ehtiramımız var. Çünki cəmiyyətin uğuru təhsildədir, təhsilin uğuru müəllimdədir. İndi təsəvvür eləyin ki, bir müəllimin digər həmkarları ilə əməkdaşlıq etdiyi bir təşkilatın boyun yükü nə qədərdir? Buyur Günel xanım, deyin görək, təşkilatı necə qurmusunuz? Necə fikirləşmişsiniz, amma nəticələr nəyə göstərir bizə? Bu barədə danışaq. Çox gözəl bir sualdır Zülfiyə xanım, təşəkkür edirəm. Mən Ümumi Müəllimlər Tərəqqi platformasının yaranma tarixini istərdim sizinlə paylaşım. Deməli, mən özəl tədris mərkəzində çalışdığım dövrdə bir çox təlimlərə qoşulmaq istəyirdim. Təbii ki, burada əsas amil göstərilirdi ki, yəni məktəbdə, dövlət məktəbində çalışan müəllimlər qoşula bilər. Və burada mənə bir arzu, bir istəyim oldu ki, yəni özəl tədris müəssisəsində çalışan müəllimlərimiz üçün də elə bir platforma yaransın ki, onlar oradan faydalansın. Bu çox gözəl təşəbbüsdür. Əslində bizim üçün bugün təhsil sistemində o ciddi məsələdir ki, biz dövlət müəssisələrində çalışan, təhsil üçün daha çox iş aparmışıq. Belə bir ki, bu özəl təşkilatlarımız biraz diqqətdən kənarda qalıb. Amma sizin bu təşəbbüsünüz həqiqətən də alqışa layiqdir. Buyurun Günel xanım. Təşəkkür edirəm. Bəli Zülfiyə xanım, yəni bu səbəbdən dolayı mən bu platformanı yaratdım. Düzdür, ilk öncə 10 müəllimimiz, sonra tədricən müəllimlərimizin sayı çoxaldı. İbtidai sinif müəllimlərini əsasən nəzərdə tutmuşdum ki, yəni bu platformada əsas ibtidai sinif müəllimlərimiz yer alsın ki, bilirsiniz ki, özəl tədris müəssisələrində əsasən yük onlarda olur. Çünki tələbat daha çoxdur. Yəni valideyn baxımından da. Mən deyim ki, Günel xanım, bizim üçün bax bugün o qədər düşündürücüdür bu problem ki, nə üçün? Çünki ilk ana məktəb deyirik də biz ibtidai təhsilə. Və dünya arenasında belə bir fakt var ki, bir integrativ müəllim. Mən həmişə demişəm və bugün də sözümüzə dururam ki, bizim integrativ müəllim dediyimiz şəxs o ibtidai sinif müəllimidir. Yəni biz ayrı-ayrı fənlərdə müəllim ola bilirik də, ədəbiyyat, riyaziyyat, digər. Amma ibtidai sinif müəllimində bunlar hamısı cəmləşir. İndi siz təsəvvür edin ki, bizim o qədər qabaqcıl, iş təcrübəsi olan, fəaliyyət olan ibtidai sinif müəllimlərimiz var ki, onlar həm yaxşı riyaziyyat öyrədir, həm ədəbiyyat, həm evdarlıq. Amma bir fərqiniz də var da, onlar 4 saat eyni sinifdə dərs deyirlər. Ona görə onların fəaliyyətinin digər görünməyən hisslərindən danışacağıq. Buyurun, zəhmət olmasa. Bəli, təşəkkür edirəm Zülfiyə xanım. Deməli, bu platformanın əsas prinsipi, məqsədi o idi ki, müəllimlərimiz bərabərlə inkişaf etsin, öz təhsilini daha yaxşı
formalaşdırsın. Aha. Təbii ki, burada bizim əsas müəllimlərimizin dəvət edirdik ki, həmin platformada təlimlər keçsin ki, müəllimlərimiz maariflənsin. Təcrübəli müəllimlərimiz, təcrübəçi təlimçilərimiz əsas yer almaqdaydı ki, təbii ki, o təcrübəçi təlimçilərdən biri də siz oldunuz ki, sizi də dəvət etdi ki, bir çox müəllimlərimiz sizin təcrübələrinizdən yararlandı. Demək olar ki, platformamızda artıq 2000-ə yaxın müəllim heyəti var. Nə gözəl, nə gözəl. Tək burada təbii ki, ibtidai sinif müəllimləri deyil, platformamız o qədər faydalı oldu ki, bəli, həm psixoloqlar, həm bağçada çalışan müəllimlərimiz olsun, ali təhsil müəssisəsində çalışan müəllimlərimiz olsun ki, hər bir müəllimlərimizə faydalı oldu. Tək müəllimlərimiz deyil, o cümlədən professorlarımız, alimlərimiz də yer almaqdadır platformamızda. Bəli, tək Sumqayıt şəhəri deyil, deyərdim ki, Azərbaycan bütün bölgələrindən platformamızda yer almaqda müəllimlərimiz yer alıb və hər birinin təcrübəsindən faydalanır müəllimlərimiz. Günel xanım, çox maraqlıdır. Bilirsiniz, nəyə görə bu sahə mənim üçün çox diqqətimi cəlb edir? Vaxtilə Azərbaycanda müəllimlərin metodiki xidmət göstərən bizim 2 böyük institut vardı. Onun bir Respublika Müəllimlər Təkmilləşmə İnstitutu və sonradansa o Müəllimlər İnstitutu fəaliyyət göstərdi. İkinci də Bakı şəhəri üzrə bizim belə bir institutumuz var idi. Sözün həqiqi mənasında hər bir müəllim 5 ildən bir gəlirdi, həmin kurslardan keçirdi. Onlara öz ixtisaslarında, dövrün zamanın tələbinə uyğun iş aparılırdı, onlara metodiki köməklik göstərilirdi. Amma bugün yüksək səviyyələrdə də biz bunu eşidirik. Hətta Milli Məclisin deputatları da bir daha ölçümə göstərilir ki, bizim müəllim metodik xidmətsiz qaldı. Bu institutun ləğv olunması doğrudan da böyük bir problemlə bizi üzləşdirdi. Və ona görə də bəlkə sizin daha çox xidmətlərinizi mən diqqətə çəkmək istəyəcəm ki, bəli, bu günlərin bir platformada mən onun şahidiyəm, çünki mən də bu iştirak edən bu təlimlərdə sizin digər insanlarımız, bütün demək, təhsil sferasında çalışan hər bir kəsin biz marağını görürük. Bilirsiniz, müəllim bir ifadəni bəlkə də onun üçün deyil, beşikdən qəbrilində öyrən ifadəsi. Çünki müəllim hansı gün öyrənməsini dayandırsa, şübhəsiz ki, onun işi çətin olar. Bax, bu mənada xidmətləriniz çox böyükdür və istəyərdim ki, hansı istiqamətlərdə, hansı mövzularda daha çox sizin diqqəti ayırırsınız, ya planlaşmanı necə aparırsınız ki, təhlil edirsiniz ki, məsələn, keçən tədbirimizdə bu fənlərə, bu məsələ toxundu. Bəs indi hansı məsələlər necə qorursunuz, zəhmət olmasa? Bəli, Zülfiyə xanım. Deməli, bizim əsasən platformanın həm rəhbəri, həm idarəçisi, moderatoru olaraq fəaliyyət göstərirəm. Çünki burada disiplin mütləqdir. Bəli, bir aylıq proqram öncədən biz hazırlayırıq. Təbii ki, orada müəllimlərimizin istəyi, arzusu da böyük əhəmiyyət kəsb edir. Bəli, bəzən müəllimlərimiz psixologiya üzrə, çünki bilirsiniz ki, həm ibtidai sinif olsun, həm ali təhsil müəssisələrində olsun, həm ümumi təhsil məktəblərində olsun ki, psixologiyaya böyük yer ayrılır. Təbii ki, burada uşaqların, valideynlərin psixologiyasını daha dərindən öyrənmək üçün burada psixoloqlarımızı da dəvət edirik təbii ki. Bizim dəyərli təlimçilərimiz olub Misir müəllim Mərdanov, Ceyhun Məmmədov, Elnur müəllim bizim dəyərli psixoloqumuz və digər təlimçilərimiz olub. Siz həmçinin yəni bu cür fəaliyyətimizi davam etdiririk. Burada əsas prinsiplərimiz nədir? Biz həftənin 2 günü təlimlər keçiririk. Həm onlayn şəkildə keçiririk. Əsasən burada onlayn olur platformada təlimlərimiz və bundan əlavə canlı tədbirlərimiz də olur ki, müəllimlərimiz oradan faydalanır. Çox maraqlı məsələyə gəldik. Bilirsən, bu günlərin təhsil sistemində, təlimdə, ümumiyyətlə cəmiyyətdə bir dənə elə bir ki, zox çalınmanın vaxtıdır elə bil də. Görürsünüz, birdən-birə məktəblərimizdə şagirdlərin, ali və tələbələrin, onların deməli, psixoloji proseslərinə diqqətə çox ciddi ehtiyacını hiss edirik. Bax, görürsən, biz heç eşitməmişdik ki, məktəbdə şagirdlər bir-birinə qarşı bu qədər aqressiv olsun, zərbələr endirsin və yaxud da ki, bizim hətta bir məşhur, mən adını çəkmək istəməyəcəm, bir məktəbin şagirdləri, artıq yuxarı sinif şagirdləri və çıxır, birdən-birə gəlir Nizami Kinoteatrı kimi bizim çox belə dəyərli bir mərkəzimizdə rənglərlə götürüb o abidəni koruyur və digər bir başqaları. Yəni, bunlar bizim üçün çox düşündürücüdür ki,
Bəli, əslində bu siz çox düzgün bunu planlaşdırmısınız ki, bu söhbətlərin apacı detaylı. Bir də müəllim, valideyn münasibətlərinə də yəqin ki, siz toxunursunuz bu tədbirlərinizə. Zəhmət olmasa bu barədə. Bəli, Zülfiyə xanım, siz bilirsiniz ki, təhsildə əsas önəm daşıyır müəllim, valideyn və şagird üçlüyü. Bıçağı. Bəli, bu üçlük mühümdür və bu üçlük doğru düzgün formalaşırsa, o zaman həm təhsildə, həm təlim tərbiyədə də gözəl nəticə almaq olur. Şübhəsiz. Şübhəsiz bax bu məsələ, bu məqamlarda mən istəyərdim ki, bir məqamlara biz toxunaq. Hər bir təhsil işçisinin fəaliyyətində, o dövlətdə, o xalqın həyatında baş verən hadisələrə ciddi münasibət olur və o proseslərlə, tədris prosesində öz şagirdlərini və ya da iş prosesində həmkarları ilə bölüşürlər. Və bizim xalqımızın həyatında çox böyük bir mühüm hadisəni xatırlayaq və bu bizim 44 günlük qələbəmizdir. Və bu qələbənin qazanmasında mən hesab edirəm ki, hər birimizin, xüsusən Azərbaycan və məktəbinin və müəlliminin, onun yetirmələrinin başda Ali Baş Komandan olmaqla hər birimizin böyük bu işlə fəaliyyətimiz var və şübhəsiz ki, sizin də tədbirlərdə bu barələrdə çox fikirlər səsləndirilir. Bugün zəhmət olmasa, həm Sumqayıtda baş verən, bax bizim o şəhidlərimiz haqqında, qazilərlə iş aparırsınız, bax bunlar hamısı çox təqdirə layiqdir. İstərdim bu barədə biraz məlumatlanaq. Bəli, Zülfiyə xanım, doğru buyurursunuz. Təbii ki, bizim zəfərimiz, Azərbaycanın zəfəri, o zəfəri çalan bizim Ali Baş Komandanımız, həmçinin də bizim oğullarımız, Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin təbii ki, Allah qazilərimizə can sağlığı versin. Amin. Biz daim bunu öndə tutmalıyıq və bizim tədbirlərimizdə də hər zaman bu önəm daşıyır. Təbii ki, bizim Zəfər gününə görə çox gözəl bir tədbirimiz keçirildi. O tədbirimizdə Şuşamızın simvolu olan Xarı Bülbül döş nişanını da müəllimlərimizlə bərabər hazırladıq. Yəni tədbirimiz çox gözəl, möhtəşəm bir tədbir alındı və orada da bizim dəyərli analarımız, şəhid analarımız yer almışdır. Çox gözəldir. Bilirsən, bu günlərim xalqımızın həyatında elə bir ki, yeni hadisələrin bir şahid oluruq. Və bir müəllim kimi, pedaqoq kimi bizim borcumuzdur ki, ciddi maarifləndirmə iş aparaq. O cümlədən, bəli, bizim zəfərimizi bizə yaşadan oğullar üçün, bizim dövlətimizin, xalqın birliyinə görə biz çox xoşbəxtik. Və indi isə bilirsiniz ki, Azərbaycan böyük bir məmləkət. Qərbətdən Zəncana da böyük bir Azərbaycanımız var. Və bunlar içində bizim bir Qərbi Azərbaycan deyilən də ərazimiz var ki, çox təəssüf ki, həmin ərazi nə cür həll olundu, bildiklərinə görə insanları ora getmək istəməzdim. Sadəcə bir məqam var. Bax, misal bugün necə ki, Qarabağda insanlarımız 30 ildən sonra görürsən, bir oradan köçlər gedir, insanlar öz məkanlarında nə qədər xoşbəxtlik hiss edirik və biz bundan çox qürur duyuruq. Və eyni zamanda biz fikirləşirik ki, nəyə görə öz dədə-baba torpaqlarımızdan, Qərbi Azərbaycandan deportasiya olunan xalqımızın nümayəndə niyə öz torpağına getməsin, niyə öz yerinə getməsin? Amma biz bunu sivil qaydada istəyirik. Dəfələrlə elan etmişik ki, dövlət səviyyəsində ki, bizim heç kəsin torpağında gözümüz yoxdur. Amma hər kəs öz haqqını istəyir də. Doğrudan da Qərbi Azərbaycanın da yaşayan insanlarımızın, oranın elm, mədəniyyət, incəsənət xadimlərinin müxtəlif sahələrdə çox böyük uğurları var. Və onlar bugün bizdə də Azərbaycanda məskunlaşıblar və öz fəaliyyətlərini davam etdirirlər. Amma dövlət səviyyəsində daha böyük işlər görülür və bu mənada onların sivil qaydada dədə-baba torpağına qayıtmasına söhbət gedir. Mən heç belə hesab edirəm ki, sizin bir neçə tədbiriniz, mən xatırlayıram, məhz bu mövzuya həsr olunmuşdu və bu davamlı olacaq. Bu zəhmət olmasa bununla bağlı. Bəli, Zülfiyə xanım, bizim mənəvi dəyərlərlə bağlı gözəl bir onlayn tədbirimiz olmuşdu və həmin tədbirdə bizim Almaniyadan olan dəyərli qonağımız Cəmaləddin Özdəmir yer almışdı. Bəli, bəli. Və siz də həmin tədbirdə iştirak edirdim. Bəli, iştirak etdiniz. Demək olar ki, Cəmaləddin hocam Azərbaycanın bütün tarixini, bütün o tarixi dəyərlərini, faktlarla çox gözəl bizə göstərdi. Müəllimlərimiz də oradan çox faydalandı. Hətta belə deyim, müəllimlərimiz çox istədilər ki, Cəmaləddin hoca ilə əlaqə yaratsınlar və
o bilgiləri öz şagirdlərinə daha dərindən öyrətsinlər, mənimsətsinlər. Bayaq çox gözəl məqamlara toxundunuz Zülfiyə xanım siz. Bəli, bizim hər birimiz milli mənəvi dəyərlərimiz, milli köklərimiz var ki, biz həmin köklərə bağlıyıq. Müəllim olaraq əsas amacımız da budur ki, şagirdlərimizə bu milli mənəvi dəyərlərimizi doğru düzgün aşılayaq. Doğrudur, bizim Qərbi Azərbaycanın tarixi var, zəngin mədəniyyəti var, elmi var, qəbul adamları var, adət-ənənələrimiz var ki, bugün də biz Qərbi Zəngəzur bizim də bir yarımız, bir parçamızdır ki, inşallah ona da nail olacaq. Necə ki, Qarabağı qurtaran oğullarımız, zəfərimiz, Ali Baş Komandanımız, ümid edirəm ki, inşallah ki, Qərbi Azərbaycanı da. Şübhəsiz, bax, bir də hər birimizin bir məqam durur qarşımızda. Mən istəyirəm onu bir də təkrar edəyəm. Biz zəfər çaldıq. Bəli. Və bu Azərbaycan xalqının tarixində sözün həqiqi mənasında qızıl hərflərlə yazıldı. O mənada ki, Azərbaycan xalqının oğulları bütün sahələrdə olduğu kimi hərb sahəsində onların apardığı döyüşlərə dünya heyran qaldı. Və hətta böyük tanınmış dövlətlər belə bizim o hərbi texnikadan istifadə etməyin üsullarını bizdən öyrənməyə çalışır. Müharibənin aparılması qayda qanununun məhz o düzgün, düzdür, hər şeydə o düzgünlük çətindir, amma onun özünün də bir qayda qanunu var da, sivil qaydada gedən. Və şübhəsiz ki, bunlar hamısı bizim xalqımızın qüdrətli qələbəsidir. Amma bir məqama deyəcəm, istəyəcəm siz də onu toxunasınız. Deməli, bizə bu qələbə qismət oldu. İlahi bunu bizə bəxş etdi. Bizim insanlarımız, Ali Baş Komandan başda olmaqla, bütün oğullarımız, qızlarımız, vətən vətəndaşları olan hər bir kəsimiz bu qələbədə iştirak etdik. Və bu qələbənin sevincini yaşayırıq. Bax, bugün biz əgər burada, bu verilişdə otururuqsa, evimizdə, ailəmizdə rahat yaşayırıqsa, biz buna borcluyuq. Və indi bizim qarşımızda durur bu qələbənin qorunması. Bəli. Bax, bu qələbənin qorunması üçün 3 məqamı hər dəfə vurğulayıram. Şəhidinə hörmət, qazisinə diqqət, insanına məhəbbət. Və mənə belə gəlir ki, bizim hər birimiz, o cümlədən siz də bir təhsil platforması olaraq, növbəti görüşlərdə, müəllimlərlə söhbət zamanı, o təlimlərdə bu məsələyə daha çox fikir verəcəksiniz ki, bəli, biz daha çox qüvvələrimizi birləşdirə bilək və bu məsələnin həllində daha fəal iştirak edək, elədirmi Günel xanım? Bəli, təbii. Buyur zəhmət olmasa. Təbii ki, Zülfiyə xanım, hər bir, belə deyim, Azərbaycan vətəndaşının borcudur ki, bu qələbəni tək qazanmaq deyil, onu qoruyub saxlamaq. Bəli. Həm milli mənəvi dəyərlərini baxımından, həm hərb baxımından, həm bilirsiniz, indi əsasən bu platformalar üzərindən sürətlə yayılıb süni intellekt və digər platformalardır ki, burada gənclərimiz də 44 günlük müharibədə gənclərimizin necə səylə çalışdığını gördük, şahidi olduq ki, o cümlədən də biz müəllimlərimiz gücümüz çatdığı qədər öz şagirdlərimizlə, öz vətənə, millətə xidmətimizlə öz dəstəyimizi göstərməyə çalışdıq. Biz çox xoşbəxt insanlarıq. Sənətimizə görə bizim başqalarından fərqimiz. Biz insanla işləyirik. Allahın bizə əmanət etdiyi o körpələrlə. Və bizim qarşımızda duran əsas məsələ odur ki, Allahın bizə bəxş edən neyməti biz qoruyaq. Bax, görürsən ki, müəllimin üz-gözündən nur tökülür. Əsl müəllim o şagirdlərini sevgi ilə qoruyur. O sevgisini bölə bilir. Ona görə məncə hesab edirəm ki, bizim hər birimizin bir borcu var ilahi qarşısında. Onun yaratdığını sevək, sevgimizlə qoruyaq. Çünki dünyanın xilası, insanın xilası bu sevgidədir. Bax, bu sevgini Günel xanım tamamlasın öz son cümlələri ilə. Buyurun. İlk öncə çox təşəkkür edirəm Zülfiyə xanım. Həqiqətən çox gözəl bir veriliş alınıb və rəhbərliyə minnətdarlığımı bildirirəm. Bəli, ibtidai sinif müəllimi bütün təhsilin özəyidir. Bəli. Biz
körpə fidanları qəbul edirik və hər şey bizdən başlayır. Biz ibtidai sinif müəllimlərindən başlayır. Necə ki, ağac kök salır və oradan torpaqdan qidalanır, böyüyür, gözəl bəhrə verir. İbtidai sinif müəlliməsi də tam eyni bir ağac kimi öz meyvələrini gözəl görəndə onlardan bəhrələnir və gələcək nəsilləri də gözəl yetişdirir. Burada həm müəllim, həm şagird, həm valideyn faktorları çox önəmlidir. Və çox istəyərdim ki, müəllimlərimiz, bəli, bugünkü dövrdə müəllim özü ilə, sözü ilə, geyimi ilə, əxlaqı ilə öndədir. Bəli, bunlar çox önəmlidir. Və bu dəyərləri, bu müəllim dəyərlərini təbii ki, valideyn olaraq da böyük diqqətdə saxlamalıyıq. Böyük qayğı göstərməliyik, diqqət göstərməliyik ki, bizim övladlarımıza həmin o müəllimlər yetişdirir. Günel xanım, bugün sənin xoşbəxt günündür. Bugün sənin evladın ali məktəbə qəbul olunub. Mən sizi təbrik edirəm. Təşəkkür Elə ederim. bütün əməkdaşlarımız adından, Tərəqqi platformasının adından və eyni zamanda demək istəyirəm. Ona görə ibtidai sinif müəllimləri daha çox xoşbəxtdir ki, bəlkə biz müxtəlif fənn müəllimlərini unuda bilərik. Amma müəllimə olan hörmət haqqında Heydər Əliyevin ifadəsini mütləq işlədəm ki, öz müəllimlərini bir-bir sayardı. Onu hörmətlə anardı. Çünki əldə qələm tutmağı bizə sən öyrətmisən. Möhkəm addım atmağı bizə sən öyrətmisən. Sən bizə öz ana dilini sevməyi, vətəni sevməyi öyrətmisən. Əziz, hörmətli müəllimə, təşəkkür edirəm bizim qonağımız olduğu üçün. Hörmətli izləyicilər, bizim bugünkü qonağımız Müəllimlərin Tərəqqi platformasının rəhbəri Günel xanım. Sizə çox səmərəli fəaliyyətinizdə uğurlar arzulayırıq tamaşaçılar adından. Yeni uğurlarınızı gözləyirik. Çox sağ olun, var olun. Sağ olun, hörmətli izləyicilərimiz. Bizim bugünkü qonağımız Sumqayıt şəhərində fəaliyyət göstərən Müəllimlərin Tərəqqi platformasının rəhbəri Günel xanım Mirzəyev idi.